Gəlin bugün bir neçə antonimlər öyrənək. Məsələn, Gürcü dilində böyük olur didi, didi və kiçik bunun antonimi olur patara, patara. Məsələn, geniş deyəndə deyirik parto, parto. Dar dediyimiz zaman isə deyirik vitro, vitro. Hündür boylu dediyimiz zaman deyirik mağali, mağali, hündür boylu. Qısa boylu dediyimiz zaman isə deyirik dabali, dabali. Ya da kök, kök dediyimiz zaman deyirik msukani, msukani. Arıq dediyimiz zaman isə deyirik qamxdari, qamxdari. Sonra bahalı, bahalı Gürcə olur zviri, zviri. Ucuz iapi, iapi. Ya da ağır, yüngül. Ağır olur mdzime, mdzime ağır. Yüngül dediyimiz zaman isə deyirik msubuki, msubuki. Yaxşı Gürcə olur qargi, qargi. Pis tsudi, tsudi. Ya da həm də öyrənək gözəl və ya çirkin. Gözəl Gürcə olur lamazi, lamazi. Çirkin isə uşno ya da maxinci. Belə də deyə bilərik. Bir də çox az bunu öyrənək. Çox Gürcücə olur bevri, bevri çox. Az bu isə olur çota, çota az.